Hər kəsə salam dostlar, necəsiz? Deməli, keçənki vlogumuzda gördünüz ki, Məryəm demişdi ki, gedək mənim oyuncaqlarımı yığaq, düzəldək. Gəldim ki, bütün nə varsa gətirib töküb belə evin ortasına ki, bu dəqiqə mənlə oyuncaqlarımı düzəldəcəksən. Demək olar ki, qızlar, tez-tez mən Məryəmin köhnə oyuncaqlarının, az da olsa qırılan oyuncaqları, nə bilim, zədəli olanı hər birini təmizləyəndə atıram. Yerinə yenilərini əlavə edirəm, tez-tez dəyişirəm hər birini. Belə qab-qacaq oyuncaqlarını tez-tez paraşoklayıram, yuyuram, o şəkildə qoyuram. Orada kuxnası var. Orada gördüyünüz kuxna, yəni Məryəmin lap balacalığından alınan bir şeydir. Məryəmin lap körpəliyindən alınan bir şeydir. Yəni balaca 1 yaşında falan alınan bir oyuncaqdır. İndi Məryəmin 6 yaşı var. Ona görə üzəri belə yazılı falan da nə qədər də silmişik getmir. Onlar Kərim balaca olanda yazıb. Əslində Məryəm çox da qələmlə falan nəsə yazıb eləyən uşaq deyildi. İndi başlayaq qızlar, vlog şəklində çəkəcəm sizlərə də. Deyin görüm siz də mənim qədər uşağa oyuncaq alırsınızmı? Mən uşağa yox demirəm, yox deməyi sevmirəm. İstəyirəm uşağı da qoşallığına yaşasın, nə istəyirsə alıram. Amma biraz abartmışam. Çoxdur deyə uşaq artıq bilmir nə ilə oynasın. İndi buranın hər birini sərgiyə salacağım. Oynamadığı və yaxud da zədələnmiş oyuncaq falan varsa hər birini atacağım, geçsin. Başlayaq. Qızlar bizi qəşəng qoşdu işə. Öz aradan çıxdı sağlığımıza. Pərvindən qalmış oyuncaqların arasında acmışdıq. Yemək yeməmişik. Gəldik, oturduq. Deyək, Yüngül bir şeylər atışdıraq. Burada da pomidor turşumuz var. Bir tikə yiyib qaçıq davam eləməyə. İndi davam eləyəndə çəkəcəm sizə. Qızlar, yenə bir paket zibil çıxdı. Yəni necə qırılan, sökülən, oyun atmadığı oyuncaqların hamısını atdıq bura. Oyuncaqları belə yenə paket elədim. Bir də ən sonda əldə qoyduqlarımı da çəkəcəm. Bu da oyuncaq çuvalıdır. Hər bir oyuncağı paket etmişəm. Bu Kərim bəyin maşınlarıdır qızlar. Hansı ki, bunları demək olar ki, oynatmır. Necə oynatmır da? Yəni yorulur. Ara sıra dəyişirəm. Təzə yığdıqlarımı da ən son da çəkəcəm. Bu Məryəmin məhqat məhsullarıdır. Orada fəsət çoxdur. Arada dedim ki, onu heç almırıq. Məryəmə o qədər çox almışam ki, elə bilirdim ki, Kərimə heç nə almır, amma səhv bilmişəm. Üzləri açılır. Deməli, bu arada görün biz labubu çıxanda qızlar, o labubuların sürpriz kutuları oluyor. Görün ondan nə elə qoy bir səsini göstərim sənə Allah. Yəni demək olar ki, onun bütün seriyasını Məryəm almışdı da. Yəni bahasından tut, hamısını ilk çıxan günündən Məryəm bunun kolleksiyasını yığır. Baxın siz Allah. Onlar qızlar nədir onlardır? Mən burada belə yerlər çərdirəm. Burada bir dəfə Niyə də, niyə? yan qızlar lapla yerdir etmişdim. Laplarında düzürəm. Yəni elə yaşıyor oynadım. Demək istəyir ki, onun üçün Demək almışam. istəyir ki, oynadır əslində. Bunlar çox bahaydı. Bunlar çox bahaydı. 8 manatdan falan. Eləsi var qızlar. Kolan çıxana bax elə, onu da görsən. İlk dəfə Labubu ilk dəfə çıxanda, Hər növ vardı. ilk dəfə çıxanda ən baha ondaydı da. keçək. Ən baha ondaydı. Onda da Məryəm sağ olsun bizə hər cürə növünü aldırdı. Yəni çox iyi becərdi. Mən heç xoşum gəlmir. Bu labubudan heç sevmirəm. Uşaq sevir deyə neyiniyək. Onu da belə yığdım, qoydum bura. Çünki bütün gün evdə tökür amma yığmır. Öyle deyim. Bizim belə 3 belə çuvalımız olub da. Azaldı gəlmiş. Bunlar da qızlar paket ona görə yığıram ki, uşaq istəyəndə bilim ki, hansı paketdə nə var. Mama, ay mama. Haycan. Bu da var ya bax. Mama ben onu oynayayım. Gəl. Onun için paltarlar hələ yığacam onu. Orada Götür var. oyna, götür oyna. Oynayalım. Ay mama saçmalama. İstəyirəm. Onun çubukları bilmirəm hardadır Kərim. Bundan var idi də Kərimin. 2 dənə də ondan. Neyinin bunu da Bu saxlayır da. yox, cırılı bax deyəsən o. Elə. Yoxsa cırılmıyor bu. Kopkası kopu, yox burası kopu bax. Aha. Obisi amma yox, obisi təzədir. Əslində bunu Məryəm almışdı, onu Kərim almışdı. Burada boblikləri də var. Bu belə musiqili bir oyuncaq idi qızlar. Bunu mən bəyənirəm. Belə bir şey var. Burada söndürmək olur, Neyse. kodun vermək olur. Uşaqlar nə bir üstündə yeriyir, hə. Belə bir şey. Al, da qonşular qaçar. Tut. Burada qızlar hamısı lütdür. Hamısı Kərimin sözü olmasın, lüt qalır.
Çünki Məryəm kukla gələn kimi birinci o paltarı soyundurur, başqa paltar geyindirir. Təbii ki, o soyundurduğu o bir kuklada lüt qalır. Baxın, bu qızlar. Krominin evidir. Heç öz evimizi bu qədər Məryəm xanım bəzəmir ki, Krominin evini bəzəyib düzürdü. Axırda gördüm, Krominin evi uçur. Mən də yığışdırdım ki, heyifdir. Qoy qalsın. Sonra burada Məryəm xanımın belə ıvır zıvır oyuncaqları var. Yine kupalarını görürsünüz orada. Yəni mən nə qədər eləyirəmsə eləyim. Sadiq qalaraq Barbilərimiz də lütdür. Bir dənəsi paltarıdır, nə əcəbsə. Onu ben giydirmişəm. Oranı yığanda. Ay can. Ben bunu oynamak istiyorum. Oyna da. Öz keyfinde değil. Yok bu. Oyna. Çubuqları bilmirəm hala. Çubuklar sındırıplar. Ay, çubuqları sındırmısınız. Salam Kerim. Salam ver. Sen salam bizden. Yok. Burada, burada az yaşlılardır. Yazım. Dostlar deyəsən. Hədi. De. Yəni mən qız demirəm, dostlar deyirəm, görürsən. Sandık. He. Dostlar kaçtı ücret tez ol. Neyse. Uşaq travma keçirdi. Sevgilimi. Sevgilini. Sevgi. Neyse. Parası ayrı. Burada qızlar balaca körpü uşaqlar da hamısı. Nə bilim, vannası var çimizdirmək üçün. Başım ağrıdı. Burada Məryəm xanımın karnavanı var. Çok beğeniyorum. Onun için de kız oynuyor. Bunu çox bəyənirəm qızlar. Bu oyuncağı uşaq Məryəm də ana bəyənir. Az qalıram özüm oturam oynayam. Ümumiyyətlə Leyla qəşəng oyuncaqlar seçirməliyəm mən. Harda maraqlı nə varsa onu seçir. Sen o kuklaları niye yersən? Allah bakın bunlara çekeyim bacı. Bunlara ne olur bacı? Varmayaq ki oyuncağın üstünə yığam. Yok bunlara ne olur? Lüt qalmaz. Ay ne kadar oyuncak var yerde. Hər eləyim. Sonra burada böyle bir samolyot var qızlar. Ya da sen de. Bu da Məryəmindir. Yox. Göstərməmiş. Bir də Məryəmdə bir xarakter var qızlar. Sizlə bir başlayır danışmağa. Qutaranda da təmiz qutarır. O gün o boyda vlog çəkmişdim. Muzeydə. Məryəm orada nə qədər qışqırıbsa, inanın ki, nə qədər danışıbsa, o vlogun üzərinə mən məcbur qaldım. Səs yazdım çünki echo verirdi bütün səslər. Oradan qışqırır Məryəm, buradan echo verir. Kərim də ondan betər bir yerdə dayanmırdı. Nəysə. Bence buna bu kadar bəsdir Leyla. Mən o deyil, istismar uğradıram. Səlmanın O bunlar dözmür ha. Yenisini Allah'tan Allah. neyinirsən söhbəti. Görsədim bir yönden burada çuvaldı bu. Hele burada ne kadar yığıştıracak şeylerimiz var. Neysə, bu hazırdır. Bunu götürüb bırak qırağa. Aha. Kızlar, bir paket belə xırda oyuncaq yığmışam. Biraz da ondan böyüyü yığıram hazırda. Bununla ağlımızda bir şey var. Onu eləyəcəyik Pərvindən. Edəndə də vlog şəklində çəkəcəm. Çünki ortada qırılır, itir. Amma hamısı çox qəşəng oyuncaqlardır da. Kərim çox sağ ol. Sürpriz qutular, nə bilim, sürpriz yumurtalar, McDonald's. Bu kimi padarkaların içərisindən çıxıb hamısı. Ortada itir batır. Yığdıq belə qəşəng. Buna baxın. Ağlımda bir şey var, onu eləyəcəm. Burada da ki qızlar. Burada da ki qızlar. O deyir McDonald's-a nə qədər getdiyini demədən göstərəyəm. Bizim uşaqlar bilirəm ki, çox ziyandı o yeməklər. Amma həddindən artıq çox sevirlər. Hələ burada nə qədər, orada Məryəmin də çəkəcəm minyonları var. Hamısı McDonald's-dan çıxıb. Görün, bir oyuncaqdan görür təkrar nə qədərdir. İndi Məryəm demişdi ki, Bu da var. söz vermişdik ki, izləyicilərimizdən birinin uşağına oyuncaq hədiyyə eləyəcək. İndi növbət dəfə Məryəmin oyuncaq sifarişləri var. Onlar gələndə, unpacking eləyəndə bir dənəsini seçəcək. İçərisindən izləyicilərimizin birinin uşağına hədiyyə eləyəcək. Mən belə deyim, həmişə bu sırf yeni oyuncaqlar ki olur, uşaqlar oynatmır bizimkilər. Onları yığanda Instagramda qeyd edirəm. İndi onda YouTube'um yox idi. İndi elə bir şey olsa YouTube'da da qeyd edəcəm. İndi yenə elə bir şey olsa, məsəl üçün də uşaqların hansısa istifadə etmədiyi yeni oyuncaqlar olsa, yığacağım, qəşəng paketləyəcəm. YouTube izləyicilərimdən birinə deyəcəm. Əgər təbii ki, kiminsə ehtiyacı varsa, köhnələrə əlim gəlmir heç kimə verməyə. Yeni olanda verirəm.
Yazacağım kimin ihtiyacı varsa gelip götürən. De hələ ki yeni vermişəm de 2 dənə 3 dənə paket inansız qızlar oyuncaq verdim ihtiyacı olan ailəyə təmənnasız şəkildə. Uşaqların kravatını da mən təmənnasız şəkildə vermişəm ihtiyacı olanlara. Demək elə şeylər mən gizlin etməyi sevənəm. Sadəcə o axtarmaq üçün məcburam onu paylaşam ki kiminsə ihtiyacı varsa gəlsin götürsün. Buradan da ona göre qeyd edirəm ki, yəni həmişə Instagramda paylaşmışam bunu. İndi YouTube izləyicilərim də, yəni belə şeyləri həmişə izləyin. Olanda bu dəfə inşallah sizlərlə görüşəcəm. Ne kızlar ne donadın? Bir bana teze oyuncak al. Acıyım. Teze oyuncakla acı bırak koyacağım. O da bir size veririm. Bunu da çək. O oyuncaklarla hırsızlarla asacıyım. Yok. Meryem, onların arasını yaptırın. Oyuncaklarla bile gidereyim. Sağ ol. Her şeyi alırız bunu. Kızlar indi salasılı. Kızlar bu bir. Aha, bir. Bir. Aha. 2. Aha. 3. Aha. 4. 5. Aha. 6. Stres. Kaşı sayır. 7. 8. 9. Bu momosu qurban. 10'du. Ne diyorsun Fidi? O dedi like. Sevim. Ne diyor? 2'di. Havaza Leyla peyni yanı. 4'dü. 5'di. Demək istəyir ki, yəni bundan çoxdur da, təkrardır. Mən neyim, siz almışsınız. Neyse yaxşı olar. İnşallah her şey yaxşı olar. Hamsılar aldım. Hamıslarını almışıq qızlar. Bir dənə öpüşür get. Teşekkür ederim. Teşekkür ederim. Sevenler onu de. Neler severler videomuza tıklasın like. Bye. Ne yaptım ben bile minyolarımdı. Bakın bunun içinde bile McDonald's oyuncaklar da var. Bakın bu bir şeydi. Aa, burada bir tane düğmesi var. Basanda sok dökülür içine. Bu da bile maşını saklayan da bile yemeği var. Kamera buradır. Yemeği var. O da odur. Bu da McDonald's'un maşınıdır. Arkasını göstər aşkım. Gördüğünüz gibi McDonald's'dır. Ama kızlar bunu da görmemişim. Yersen Məyə kerim. padnostakini də göstər aşkım. Kızlar. Kızlar size hep min aldım. Buradan qabağa açsın. Bakın hep Güzeldi. Çok güzeldi. Kızlar bu da McDonald's'un masası. Bakın. McDonald's'un masası. Bu en çok kızlar ben hansını sevirəm. Bakın bunu. Ben hoşuma gel. Bu ben makyajlarımı yerine Deməli koyacağım. qızlar, bu kolleksiyadan varımız da bu. Bunlar da benim minyonlarım. Varımız da bu. Ama kızlar şu Varımız da bu. Maşınımız var. Bir də demək olar ki çox şey var. Bir iki şey orada piri kartoşka falan var idi qızlar. Bunu onlar ala bilməmişik. Minyonların ama hamısını almışıq. ama kızlar ben şaşırıyorum da ya. Seriyalı Bütöv götürdü ya. Kızlar ben neçə dəfə McDonald's'a gitmişim ki bu kadar bile çok minyon var. Ötə kızlar hamısı aynı değil ha. Yo, minyonları qızlar mən çox sevirəm, özüm də sevirəm uşaqlıqdan. Mən də. Ona görə elə bir ki bir qutuda, bir seriyada 2 ədəd idi. Ben kızlar doğmuş. Ödənişlə elə bil aldım da sırf Happy Meal'dən çıxsın deyə eləmədim. Bütün seriyanı götürdüm. Oyuncaklar ayrı. Hə, ayrıca aldım belə ödənişlə. Gəlim. Mama geldi. Mama hardadır. Bunu istiyor. Məryəm ver onu çəksin qızım. Bir sonra beni göster sonra mənə ver. Kızlar. Soku. Tökülmür bak. Bak tökülür içine. Kendi mənə verip bu obilen çek. Sonra mama McDonald's'u masından çağırırız. Oturduk. McDonald's'u hamburgeri birbirine Kızlar siz görmüş size ele çıkıldı. Göstermiyor ama o bela. Savarı da var. Bak burası da var. Çok güzel oyuncaklar var. Bunun kafası da var. Bunu ne diyoruz?
Bunun papata samayı. Buna bakın. Samayı. Telefondan danışamıyorum. Telefondan danışın. Alo. Ne dersen? Ay kız. Burada kutkası var. Ekranı var. Sonra böyle oyuncaklar var. Bunlar da içinde ben yiyeceğim. Bak bunlar ben güzel ne güzeldi. Özüm tattım. Klapiyontana bak. Hello Kitty. Bakın kızlar. Hele buna bakın. Bakın göster. Bakın kızlar. Bununla görünce deli oldum da çığırdım. Ben sürpriz yumurtadan çıktı bu. Kızlar hele bu işin yine bakın. Bakın. Bal. Bu mini. Bu arada onu buradan fırlattım Meryem. Ben yığmıştım. 2 dəqiqə. Bakın buna. En hoşuma gelen seriyalardan biri de bunlar idi. Böyle tapçıka formasındadır. Ben de. Gel de gel. Altıda baxın burlyokdur. Belə çantavıza da asa bilərsiniz, açara da asa bilərsiniz. Çox qəşəngdir. Bunların hamısını belə yığdım, saxladım ki itməsin. İndi pərşə bunlardan sənə də seçim hədiyyə verim. Pərşə. Deməli son nəticə qızlar. Məryəm bir ədəd bu salon oyuncağını saxladı. Bu Barbie heç. Barbie daimi buradadır. En sevdiği oyuncaqlarından biridir Barbie. Böyle çekim içerisine. Bunu Məryəm xanımın 8 Martına özel almışdıq biz. Burada Barbie'sinin qardırobu var. Bunu da qızlar Məryəm lap balaca olanda almışdıq. Məryəm özü belə yazan uşaq deyil, yazım. Heç bizim aboyları falan heç birini Məryəm yazı beləməyib. Amma Kərim təəssüf ki olan uşağıdır. Və bunun hamısını Kərim eləyibdir. Hətta aboylarımızı belə cırır. Ona görə ev falan remont etmirik ki, Kərim böyüsün. İnşallah ondan sonra baxarıq. Bunu qızlar aparaba hər bir şeydən paraşoklusu olsun, ləkə çıxardan olsun, nə bilim bu Faberlikdə falan olan bu ləkə çıxarıcı qələm ləkəsi falan, hamısını Kərim eləyib bunun. O hər şeylə yoxlamışıq, getməyibdir. Əgər sizdə bir üsul varsa, yəni ucuz qiymətə də almamışıq bunu, inanın ki, varsa sizdə əgər bir üsul deyin. Biz bu ləkələri buradan çıxardaq. Özə Məryəmin ən sevdiyi oyuncaqlarından biridir bu və bu. Bunu 1 yaşından neçə il oynadıbdır. Yəni Kərim olandan sonra sağ olsun. Qapıları tapdıq. Bu vəziyyətə saldı. Baxın burada 2 ən sevdiyi oyuncağı var ki, bunları Minnesotadan alıbdı. Ən sevdiyi oyuncaqlarındandır. Sonra qoy gəlirəm qızım. Bu ən sevdiyi çaşka setidir. Bunu piknikə falan gedəndə özü ilə aparır. Bu da Məryəmin bebeği qızlar. Adı nədir? Adı Zeynep. Ana, burada böyle video çekerdi. Süper Toys'tan buna karışık kalma videosu. Tamam. Bunun beşiği var qızlar. Bak beşiğini de koyup bura. Kızlar. Ama bu kalyaska istəyir. Kızlar benim kareskan vardı ama ben kareskan özüm kırmamıştım. Kerim aradan götürüp oynadırdı. Bebler koyup oynadırdı. Her biri şok. Kırırdı dedim Kerim görürsen. Ahırda kırdı. Onu ben şöyle çürdüm. Derdim ki bebelerim biləsəm gezirim. Ama marşın alanda mən kareskal yaxşı. Yaxşı. Kalyaskamız çatmır. Bir dənə onu da alacağıq. Burada Kərimin burada meymunu var. Orada toplarıdır. Boks nə bilim nəyisidir. Burada maşınlarını, ən sevdiyim maşınlardır bunlar qızlar Kərimin. Hamısı dəmirdəndir. Hamısı da belə bir karsel maşını var. Bizdə ümumiyyətlə uşaqlar oyuncağı çox alır, amma elə düşünürəm ki, az oynadır. Bu xaralın da içərisinə yığdıq. Bir dəqiqə Kərim özüm mənə bu xaralın da içərisinə yığdıq daima oynatdığı oyuncaqların. Son olaraq belə oldu. Bəyəndin Məryəm xanım, neçə gün dözüb öldürürsən? Bəyəndin? Elə bil bura bomboş bir yer oldu. Məryəm xanım da özünə oynamaq üçün bunları seçdi, götürdü. Bir səbət. Hazırlıqda bir dənə atacağım. Bir səbət bunları seçdi, götürdü. Ama dediğim kartuşka onu buradaymış. Çocuk ayakları. Elə qızlar.
İndi gözləyək bunlar yatsın, yatandan sonra deyəcəm nə edəcəyik. Videomuzun sonuna geldik. Video için, o bir video için tıklayın. Bay bay. İşimizi axır ki bitirdik kızlar. Bayaq da çəkmişdim son nəticəni. Təbii ki bitən kimi işimiz girdim duş aldılar. Zəncəfili şampunumuzu keçən dəfə tam bitəndə vlogumda çəkmişdim mən, görmüşdünüz. Yəni dibinə qədər istifadə etmişdim. İndi dibində var deyə hələ ki atmıram. Bu da maskamdır. Əgər saçınız uzanmırsa, məndən hamı soruşur. Lola xanım saçınız qaynaqdımı? Pərvin xanımın saçı qaynaqdımı? Nə qəşəng saçınız uzundur? Saçınız nə qəşəng parıldayır? Qətiyyən qızlar yox. Yəni mən artıq bu şampun belə deyim də tanıdığım günündən ancaq bu şampunu istifadə edirəm. Mənim də saçım əvvəllər cansız olubdu. Zobuma görə uzanmırdı, tökülürdü. Yəni bu şampuna başlayandan min şükür bütün o problemlərimin hamısı aradan qalxıbdı. Onu demək istəyirəm ki, qızlar, şampunumuz stokda bitibdi, yoxdur. Əlimizdə nədirsə odur. Axırıncı qutunu açdım, 29 ədəd idi. Onun da artıq hardasa bir 19'a falan getdi, 10 ədəd falan qalıbdı şampundan. İndi bilmirəm siz bu vloga baxanda mənə yazana qədər qalacaq, qalmayacaq, amma kimdə saç uzanmama problemi varsa, kimin saçı uzanmırsa, vallahi deyirəm, alın bunu, girin səhifəmizdə, Instagram səhifəmizdə. Yəni yüzlərcə nəticələr var ki, hansı ki xanımların ümidi yoxdur ki, saçları haçansa uzana. Bu şampundan sonra əməllicə saçları uzanıbdı. Orijinalı yalnız bizdədir, qeyd edim ki, Amerika istehsalıdır. 25 manatda qiyməti, amma belə deyim də Bakıda 1-2 yerdə satılır bunun orijinalı və mağazalarda 45-55 manat aşağı değil, tek şampunun özü. Bizdə topdan qiymətləri zavodun özündən gəlir deyə. Bu da onun maskasıdır. Yəni o qədər gözəl. Əgər saçınızda zədə yoxdursa, yanıq yoxdursa, maskasını almasanız da olar, tək şampun uzadacaq. Yox, zədə varsa, saç qıran varsa, təbii ki, maska mütləqdir ki, bərpa eləsin ki, saçınız nəfəs alsın ki, uzana da bilsin. Mən saçımda zədə oldu, olmadı, maskasını daim istifadə edirəm, çünki saçıma xüsusi parlaqlıq verir, yumuşaqlıq verir. İndi duşdan çıxmışam qızlar, saçımı bu kaviarın spreyi ilə, bu həm saç parfümüdür qızlar, həm sırf bu rəngi istilikdən qoruyor, həm də ki, o qədər gözəl yumuşaldır ki, saçı, yəni yumuşaq olur da, qətiyyən dolaşmır, yolunmur saçlar. Möhtəşəm bir spreydir, illərdir ki, istifadə edirəm. Satışı bizdə var. Orijinalda qeyd edim ki, milli olaraq da 200 millidir. Yəni saçınızın həm dolaşığını açır, həm gözəl qoxu verir, həm də yumuşaq olur. Daraq olaraq qızlar, sırf bu mələk darağı artıq neçə ildir məndədir. Bunun bizdə fərqli çeşidləri, rəngləri də var. Dolaşıq açıcı daraqdır. Bilirsiniz ki, saçda daraq yəni ən önəmli vasitələrdən biridir. Xanımlar var ki, elə 1 manata, 2 manata istənilən darağı alırlar, istifadə edirlər. Sonra deyirlər, "Ulu xanım saçım qırıq-qırıq oldu, qırıldı, tökülür." Yəni daraq da saç qırır, onu biləsiniz. Əgər normal daraq istifadə etmirsinizsə, daraqlı saçınızı yola darayırsa, normal olaraq saç qıran da düşəcək, qırılıb töküləcək də, hələ kökündən də çıxardacaq saçınızı. Amma bu qətiyyən saçı yolmur, incitmir. Dolaşıq varsa da onu o qədər gözəl rahatlıqla açır ki, qiyməti 10 manatadır qızlar, amma son qəpiyinə qədər yəni haqqını verir. Bu qol altına artıq bir ildən artıqdır ki, istifadə edirəm. İnşallah qızlar ayın 16-sı gedəcəm yenə Türkiyəyə. Əgər kimsə istəyirsə, əldə yoxdur, bunu ancaq ora gedəndə oradan gətirirəm. Kimsə istəyirsə WhatsApp-da yazsın, ödənişini eləsin. Qiyməti 19 manatadır, amma belə deyim də, Clinical markasınındır qızlar. Yəni möhtəşəm bir şeydir də. Həqiqətən də 3 qata qədər daha güclü qoruyur. 96 saat tam tərdən azad olursunuz, qoxu falan gəlmir. Bundan əvvəl mən dry id-yə istifadə edirdim. Amma bunu görəndən sonra daha onu istifadə etmədim. Bunu daha da çox bəyəndim. Artıq məndə bu ikincidir. Əgər istəsəz belə yoxdur. Yəni Azərbaycanda bunun orijinalları gəlmir, satılmır. Mən Türkiyədən gətirirəm hər dəfə özüm gedəndə. İstəsəz yazın WhatsApp-da, ödənişini edin, gedəndə gətireyim. Və mənim vazkeçilməz spreyim, palım diblərdə bir yerlərdə qalıb artıq. Bunu bizi tanıyan hər kəs bilir ki, bizdə bu satış rekordu qırıbdır. Sərin qoxulu parfüm kimi aslılıq yaradan, hamının sizdən soruşmasını istədiyiniz bir bədən spreyi istəyirsinizsə, digər Body markasını cəmsi 10 manatadır, qeyd edim ki, orijinaldır. Cəmsi 10 manata bu palım spreyini alın, nə demək istədiyimi başa düşəcəksiniz. İndi burada bəzi ağzı göyçəklər var ki, götürürlər, yazırlar, mən görürəm, hamısını görürəm. Sadəcə olaraq bekar deyiləm ki, duram hamıya bir açıqlama verəm, cavab yazam, izah eləyəm. Yəni həmən dəqiqə mənim onların heç birinə vaxtım olmur qızlar. Mən Allah şahiddir ki, işlərimi necə qaça-qaça çatdırıram. Yəni məsələn bugün o qədər çox işim var idi ki, bütün gün müştərilər məni yığıbdı. Açmışam, ona cavab vermişəm, buna cavab vermişəm. Yəni indi götürüb bəzi ağzı göyçəklər yazacaq. Falan yerdə mən bunu falan qiymətə gördüm. Sizə qurban, harda hansı qiymət sizə uyğundur, gedin oradan alın. Mən öz malıma cavabdehlik daşıyıram. Bunu 10 qəpiyə də görə bilərsən, 1 manata da görə bilərsən. Marka markadır, istənilən markanın saxtası olur. Yəni fərqi yoxdur. Şiqlam bahalı bir marka deyil, amma Şiqlamın belə saxtasını artıq Azərbaycanda çıxardıblar. Yəni bu normal bir haldır. Zara özü bahalı bir marka deyil, normal uyğun qiymətli bütün AVM-lərdə satılan bir markadır. Amma istənilən bir dənə ucuzluğa girirsən, üstündə Zara'nın etiketi köynəklər satışdadır. Yəni demək istədiyim budur ki, münasib qiymətli məhsulların belə saxtaları olur ki, daha da çoxdur. İnsanlar nəfsitidir. Nə olar ki, biz bundan tək başımıza nə mübarizə aparası deyilik, nə qədər bu qədər insanın ağzını yığası deyilik ki, elədir, belədir, belə deyil, belədir.
Yəni biz öz səhifəmizdə bu Palma zavoduna qədər çəkib paylaşmışıq. Türkiyəyə gedəndə belə deyim, bütün orada qratisi, bastınsı mağazaları çəkib paylaşırıq. Rusiyada malımız gəlir, canlı oradan virtualdan mağaza canlı çəkilir paylaşır. Yəni bizdə hər şey canlı, çeklə, sübutla, sənədlə. Sizə görürsünüz ki, bu 10 qəpikdir, gedin oradan alın. O bu yaxınlarda neçə xəbər səhifələri paylaşdı bu 1 manatlıq mağazalarda satılan malları insan dərisinə, dəri xərçənginə qədər gətirib çıxartdı. Mənim malım mənə görə qiyməti uyğundur. 10 manat da at deyil, dəvə deyil. Yəni mənə görə qiyməti uyğundur və orijinaldır. Sənə əgər bunun spirt iyisi verəni, məsələn deyirəm, 5 manata almaq sərf verilirsə, get bir dəfə vur, gör spirt iyilənir, tulla zibil qabına, ortada spreyi də itir, 5 manatı da itir. Elə halda çox olubdu, çox da mənə geri dönüş eləyiblər. Amma xahiş edirəm, xoşun gəlmir, baxma, gəlib də yorumlarda burada nə kiminsə qəlbin bulandırma, nə də bizi yorma. Bu da bədən kremimli qızlar, bu Victoria Secret'indir. Orijinal Victoria Secret'dir. Düzdür, bunların qiyməti bahadır. Məsələn, bunu mən 40 manata sifariş edib gətirmişəm, özüm gətirirəm. Victoria Secret'də hansı çeşidini, hansı pijamalarına tut, nə istəsə, sırf rəsmi saytda şəxsən özüm sifariş edib gətirirəm. Yəni müştərilərimə özəl. Kim istəsə sifariş edib gətirirəm. Yox, əgər bunun qiyməti sizə baha gəlirsə, 10 manata digər bodinin bədən kremləri var bizdə. Hansı ki, birə-bir nəmləndirmə effekti də eyni olur, qoxu effekti də eyni olur. Yəni inanın ki, Victoria'dan seçilmir. Yəni istəsəz əgər onu da əldə bilərsiniz. Baxın da kimin büdcəsi nəyə çatırsa, onu da alır. Bəzən mən Instagramda story paylaşanda arxada bir bahalı bir məhsulum ki, o saat başlar buna bax, öz bahalı falan məhsulu işlədir, satdığım məhsul bu qiymətə. Mən bahalı da istifadə edirəm, münasib qiymətli də istifadə edirəm. Lap o gətirdiyimiz ucuz məhsullardan da istifadə edirəm. O 2 manatlıq maskalardan öz üzümə də qoyuram. Keyfim hansını istəyirsə, getdiyim məclis, otduğum ortağım, məsələn deyirəm, həmən günün əhval-ruhiyyəsi hansı müsaitdirsə, onu istifadə edirəm. Bu niyə bir çoxlarını narahat edir, bilmirəm. Münasib qiymətli məhsul satıram deyə mən bahalı məhsul istifadə edə bilmərəm. Yəni bu nə düşüncədir sizdə? Elə şey olur. Sadəcə Azərbaycanda bilirsiniz ki, bir çox xanımlar evdar xanımlardır, çoxsu işləmir, büdcəsi az olur. Məsələn, yoldaşından ayba-ay az pul yığır, istəyir ki, özünə uyğun qiymətə keyfiyyətli məhsul alsın. Bizim səhifənin məqsədi də odur ki, uyğun qiymətə keyfiyyətli məhsullar xanımlara təqdim edək. Düşünürəm ki, yetəri qədər də təqdim edirik. Onsuz bizim bir dəfə müştərimiz olan xanımlar artıq illərin müştərisinə çevrilir və səhifəmizin müştərilərinin 99% daimi müştərilərimizdir. Nəysə qızlar, oturam bir qəşəng saçımı qurudam. Ondan sonra bacımla qabaq qarşı bir qəşəng kofe içib, sizlərlə yüngül bir söhbət eləyib, ondan sonra sağollaşacağam. Demək qızlar, qəşəng çayımızı, kofemizi, ondan sonra üzüşün yazında çayımızı, kofemizi içdik. Saçımı qəşəng gözaltı paçımı qoyuşam. Bu arada bu buxurun düstüsüdür qızlar. Burada buxur yandırmışıq. Arada qızlar, biz buxurlarımızın heç birini buradan almırıq. Bunu İsraildə bir yaxınımız var. Hər dəfə gələndə ondan gətiririk. Yəni çox qəşəng buxurlardır. Belə adi sırf qoxu verən buxurlardan deyil də, enerjili də, pərşər, enerjili buxurlardır. Məsələn, pul üçün, ruzu üçün buxuru var, nə bilim, sevgi üçün var, aura üçün var, nə bilim, negativ enerjini yox etmək üçün var. Bu arada görün nə qəşəng arıqlamışam. Kofe üzümü bir damcı eləyib, Allaha qalal olsun da bu kofeyə. Yəni, içməyə başladınız qızlar, əvvəlki vloglarıma da baxın, son vloglarıma da baxın. Hiss eləyəcəksiniz ki, necə sürətli bir şəkildə arıqladır məni. Yaya qədər inşallah tam nəticəni alacağım. Hə, buxurumuzu da yandırdıq. Bundan öncə qızlar bunu çəkmədim. İndi Instagrama video atdım, qoy videonu elə buradan yerləşdirəcəm. Nə oldu? Yandırdı sənə nazar. Elimi tuttum bura, əməl yapışdırdı. Diri nazar. Burun bandı istifadə elədim qızlar. Bu niyə belə bulanıq kimi görünür? Hə, burun bandı istifadə elədim. İndi qoy Instagramdan götürüb bu videonu da qısa bura yerləşdirəcəm. Elə o arada yüngül baxın. Burnumun üzərindən burun bandı siz nələr çıxardı qızlar. Bütün qara nöqtələrimi təmizlədi. Əgər qara nöqtə probleminiz varsa, həmən burun bandımızdan ala bilərsiniz. Əyrətlə də satılır. Biri 1 manatda. Elə belə qısa məlumat verirəm istifadə etdiyim məhsullardan. Gözümün altındakı, qoy kənara onu. Gözümün altındakı paçı bu paçıdır qızlar. Türkiyədən gətirmişəm. Satışda da var. Koreyanın da çox gözəldir. İçərisində də 30 ədəddir. 30 milli mayesi var içərisində. Özü də 30 ədəd, yəni belə paketin balaca görünməyinə baxmayın. Və digər paçilərdən fərqi odur ki, belə gel paçı deyil, parça formasındadır. Yəni gözün altını möhtəşəm eləyir. Pərvində gözaltı problemi var. Genetik olaraq qaradır gözaltı. Bu paçiləri biraz qoymayan kimi gözaltı çökür. Daima bu paçilərdən qoyuruyor. Gözünün altında o problem demək olar hiss olunmur. Paçilər çıxardandan da sonra yatmamışdan da öncə qızlar. Baxın, bu gecə maskamı çəkib yatacağım. Bunu da Türkiyədən gətirmişəm. Satışda da var. Gecə maskası da çəkirsiniz, üzünüzə yatırsınız. Səhər durursunuz ki, dərinizi pambıq kimi eləyir. Məndən xanımlar soruşur. Burada YouTube'da xanımlar nömrəmi götürürlər, üz dərilərinə atırlar. Baxıram ki, bu çox xanımlar çox təəssüf ki, dərilərinə baxmırlar. Amma baxmaq lazımdır qızlar. Çünki dəriyə baxmayanda dəri erkən yaşlanır, erkən qırışlar əmələ gəlir və yaşınızdan çox böyük görünürsünüz. Belə, indi çəyirlər, burada vlogumuzu sonlandırmaq istəyirəm. Sonlandırmadan öncə qısa bir şey demək istəyirəm burada. Çünki bilirəm ki, mənim izləmədiyim insanlar da məni izləyir. Bir dənə onu demək istəyirəm ki, qızlar, bir onu bilin ki, hamı bilsin ki, məsələn deyirəm, deyək ki, mən Pərvinlə bacıyam və bu bacı olduğum dövrdə ola bilər, mənim telefonum Pərvində də ola bilər və yaxud da Pərvinə deyə bilərəm ki, Pərvin, bu şeyi mən bilmirəm, bacarmıram, məsələn, bunu açmağı.
atıram Instagram açmağı bacarmıram. Sən mənim üçün belə Instagram açıb verə bilərsən. Pərvin də mənim üçün açır verir. Və bilmirəm, orada hər hansı bir mənim məlumatlarımı oğurlayır. Misal çəkirəm. Üstündən müəyyən vaxt keçəndən sonra məlumatlarla öz üçün də hansısa bir akaunt deyək ki, açır. Sonra nə bilim, istədiyini eləyir, nə bilim, mənim adımdan götürür, nəsə eləyir, kimlərəsə nəsə yazır. Misal çəkirəm mən bunu. Bu o demək deyil ki, yəni o şeylərin üstü bağlı qalır. Mən yetəri qədər məlumatlı bir insanam. Mənim oxuduğum fakültə tərcüməçilik ola bilər, ixtisas daha doğrusu tərcüməçilik ola bilər, amma fakültəm humanitar və sosial elmlər olduğu üçün hüquq dərsinə qədər, yəni hər bir şey, bütün qaydamı, qanunumu, hər şeyimi bilirəm, onu demək istəyirəm. Düşünməyin ki, haçansa elə bir, məsələn, yanlış eləyərsiniz, bu üstü bağlı qalar. Buna göz yumular, keçilər. Elə bir şey əsla olmaz. Yəni, məni hər hansı bir şübhələndirən bir şey olarsa, ağlım kəsməyən bir şey olarsa, ona kimsə cürət belə eləyərsə, fərqi yoxdur, öz əzizim belə olsa, onu Instagramda, TikTokda, YouTube'da rüsva eləyərəm. Yəni, bunu bilin ki, eləyərəm. Fərqi yoxdur, mənə aid olan bir akaunt olsun, mənə aid olmayan bir akaunt olsun, özünüzə olan bir akaunt. Fərqi yoxdur, nə olur olsun. Heç kimi bu zamanədə adından istifadə edərək, gizli bir şəkildə nəsə edə bilməz. Etməyə də tənəzzül etsə, cəhd etsə, yəni onun cavabı layiqincə verilər ki, veriləcək də əgər kimlərsə bu kimi şeylər eləyibsə, yəni bilən biləcək mən nə deyirəm, başa düşəndə düşəcək mən nə deyirəm, nəyi nəzərdə tuturam. Yəni hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar. Bir söz deyim bir də, palçıq valla hər adama yapışmır. Yəni palçıq atmaqla, nəsə eləmək, hər adama yapışmır palçıq, layiq olan adamlara yapışır. Bu sosial platformada mən olduğum gündən burada çoxsunun məni gözü götürmür, çoxsu məni istəmir, qısqanır. Yəqin ki, məndə olan, onlarda olmayan çox şey var. Mənim açığı deyirəm. Elə mənim mədəniyyətimdə, mənim əxlaqımda, mənim yaşayış tərzim, həyat tərzim bir çoxlarına ağır gəlir. Elə gələn hamı istəyir ki, özü kimi ya mən də səviyyəsiz olum, ya mən də nəysə də. Amma o da olmur ki, insan o deyir, qabındakı nədirsə odur. Yəni, siz məni qısqanmağa belə mənim səviyyəmdə insanlar deyilsiniz. Gedin öz səviyyənizdəki olan insanları qısqanın, rəqib olun. Mənə rəqib deyilsiniz heç biriniz. Heç kimə düşmənçilik eləmirəm. Hamı ilə normal məsafəmi saxlayıram, bunu hamı bilir. Bir şey gəlirsə ürəkdən gəlirsə eləyir. Bir şey ürəyimdən gələrsə eləyərəm, gəlmərsə eləmərəm. Əlimdən gələrsə yaxşılıq eləyərəm, gəlmərsə pislik eləmərəm. Hamı mənə pislik eləməyə çalışır. Bir yerlərdən tutan deyirlər vurum, arxasından vurum. Bir şeylər axtarıram ortada. Bəli, amma mənim mədəniyyətim, mənim əxlaqım, mənim təmkinim o demək deyil ki, bundan hamı istifadə edə bilər. Mədəniyyət də bir yerə qədərdir. Kimsə o hədd aşarsa, o qırmızı çizgini keçərsə, mən ondan betər keçərəm də, mən necə lazımdır, yəni davranıram. Bu belə, yəni bu tək misal çəkdiyim şəxslərə aid deyil, ümumiyyətlə hamıya aiddir. Ətrafımda məni tanıyan, tanımayan, tanış, biliş, ətraf, qonum, qonşu, qohum fərqi yoxdur. Kimsə haqsız yerə mənim adımı çəkərsə, artıq əksik nəsə deyərsə, artıq başqa şeylərlə qarşılaşar. Yəni bunu da buradan ümumi şəkildə deyim, siz də bilin. Yəni mən çox o barədə takıntılı insanam. Özümə heç vaxt söz gedizdirmərəm. Hiss eləyərəmsə ki, kimsə haqsız yerə mənim ünvanıma nəsə deməyə çalışır və yaxud da deyib, yəni o insandan ömür boyu əl çəkmirəm də, çox pis takıntılıyam. Heç kimdən işim olmaz, amma bilərəmsə ki, mənim işim olmadığı halda. Adamlar bizi izləyənlər bilib də. Bəli, kiminsə məndən işi olur. Əgər onu bilərəmsə, inanın ki, yəni axıra qədər, nöqtəsinə qədər. Axırda o insan yəni bezir də, deyir, qurban olun, məndən əl çək, qələt eləmişəm. Yəni bir də eləməyəcəm. Yəni elə hallar da çox olubdur ki, axırda məsələn deyirəm o, ya birinin bacısı çağırıb ki, qurban olum, qələt də eləyib də, day neysə, ya birinin tanışı çağırıb ki, qələt də eləyib də, yəni mənim adımı heç kim haqsız yəni. Hətta bir nəfər var idi, bizim səhifə haqqında yadında Pərvin. Əsassız şəkildə, mən həmişə deyirəm, bir sözü deyirsə, subut elə. Subut elə, mən də deyim ki, bunu subut eləyib, elə bəlkə sən subut elədiyin şey mənə adiyyəti yoxdur, mən də sənə subut eləyim ki, bu belə deyil, belə də onu mən həmişə deyirəm. Bir səhifə var idi, əsassız bir şəkildə, bizim kosmetik səhifə, burada ağzına gələn rəyləri yazırsınız birdən. Qayıdıb demişdi ki, bu səhifədə bu məhsul filan deyil, filandır. Təbii ki, mən də o boyda səhifə işlədirəmsə, yəni boş-boşuna, kör-körənə işlətmirəm o səhifələri. Hüquqşünasımdan danışdım, şikayət elədim, ərizə yazdım və həmən şəxs axırda məndən üzr istədi. Şükür eləsin ki, təzminat davası açmadım ona. Çünki əsassız şər böhtan deyirdi. Subutda da getdi ki, o insan əsassız şəkildə şər böhtan deyir. Bizim həmişə bəli, və o hüquqşünasımız var. Yəni həmişə onunla hər bir addımımızda belə bir söhbətdə də onunla birlikdə atırıq. Bəli, hüquqşünasım var. Həmən hüquqşünasımda elə mənim universitetdə öz müəllimim olubdu. Yəni nə lazım olursa sağ olsun, suallarımıza da cavab verir. Bir çox hüquqşünas dostlarım da var. Bəli, yəni
Maşallah olsun o barədə. Elə mənim özüm də bütün hüququmu da, haqqımı da, hər bir şey bilirəm. Nə olarsa orada mənə zərər gələn, nə olarsa orada sizin başınız ağrıyır, onun hamısını mən yaxşı bilirəm. Ona görə insan gələk addım atmamışdan öncə yüz ölsün, bir bitsin. Vallahi billahi deyirəm. Bu dünyada sizə qalan yaxşılıq olacaq, pislik olmayacaq. Ölüb gorba-gor olub gedəndə deyəcəklər ki, yaxşı ki elə öldü, cəhənnəm oldu, öldü getdi. Amma yaxşı insan olanda deyirlər ki, Allah rəhmət eləsin də, yaxşı insan idi. Belə, nəysə başınızı ağrıtmayın qızlar. Bugünkü vlogumuz da belə oldu. İnşallah növbəti vlogumuzda mənim otağımda bu dəqiqə bomba partlayıb. Artıq hər dəfə vloglarda deyirəm qızlar, gələn dəfə sizə öz otağımı çəkəcəm, elə eləyəcəm, belə eləyəcəm, amma qismət olmur çəkmək. Günlərdə bu qədər işləyir. İnanın ki, qaça-qaça, hər şeyi qaça-qaça eləyirik qızlar. Bax, o qədər işin arasında gecə saat neçədir? 3-dür, 4 işləyibdi. Baxımı da elədim ki, narahat hiss eləməyim özümü. Heç indi birazdan da bir dənə də çay içib, yəqin ki, gedib yatarıq. Kərim durmasa. Belə qızlar. Ona görə inşallah yəqin ki, növbəti vlogumuz otağımda olar. Orada istəyirəm sizə ümumi otağımı da gəzdirim, göstərim. Səyahətə gedəndə sizlərlə qışa səyahət vlogu da çəkəcəm. Çamadanıma nələr yığdım, nələr hazırladım, nələr götürdüm, neylədim. Hamısını çəkəcəm. Ona görə çalışacağım ki, çamadanımı 2 gün əvvəldən yığım ki, bir gün qalmış həmişə uşaqlar qoymur da. Yəni çığırışma, qışqırışma düşür ki, ay mama çamadanı niyə götürdün, hara gedirsən? Əvvəlcədən çəkəcəm sizə. Belə, növbəti vlogda görüşərik. Bacardığım qədər istəyirəm ki, hər gün də olmasa tez-tez sizlər üçün vlog atım. Dediyim kimi otağımı təmizləmək vlogu, səyahətə hazırlıq vlogu, ondan sonra da artıq ardarda İstanbulda sizə çox qəşəng maraqlı vloglar çəkəcəm, izləmədə olun. Aktivliyi az edirsiniz qızlar, çox az edirsiniz, baxıram. Axırıncı vloglarda aktivliyi az etmişsiniz. Çalışın ki, aktiv olun ki, biz də həvəsdən düşməyək. İnşallah İstanbuldan gələndə izləyicilərim üçün hədiyyələr də gətirəcəm. Aktiv izləyicilərim üçün təbii ki, hədiyyələr də gətirəcəm. Vlogumuzu burada sonlandıraq. Gecəniz xeyrə qalsın. Öpürük sizləri. Hələlik.